Zamanla Quranın nə qədər qüsursuz, heyrət verici və hər bir ayənin ən incə detayına kimi böyük mənalar daşıdığının daha çox fərqinə varırıq. Bu gün o heyrətimizi biraz da artırmaq üçün bir örnək verəcəm. Quranda bir ayə var ki, əksərimiz adını tez-tez eşitmişik. Bəqərə surəsinin 255-ci ayəsi olan məşhur Ayətül Kürsi. Bu ayənin məalını oxuyanda görəcəyik ki, ayə 9 ayrı-ayrı cümlədən ibarətdir. Bu cümlələri tək-tək sırasına uyğun rəqəmləyib ayırdıqdan sonra diqqət eləsək ağlasılmaz bir şeyə şahid olarıq. Cümlələr arasında bir-biri ilə simmetrik əlaqə var. Məsələn, 9-cu cümlədə Allahın Ali, Azim, yəni uca, böyük olduğu mənasına gələn bir ifadə keçir. Sual versək ki, niyə Allah ucadır, böyükdür? Birinci cümlə ona cavab verir. Çünki ondan başqa heç bir ilah yoxdur. O daima diri olandır, yəni haydır, bütün varlığı ayaqda tutandır, yəni qayyumdur. İndi 8-ci cümləyə eyni şəkildə baxaq. Göyləri və yeri qoruyub nəzarətdə saxlamaq ona çətin gəlməz. İndi yenə sual versək ki, niyə göyləri və yeri qoruyub nəzarətdə saxlamaq ona çətin gəlməz? İkinci cümlə buna cavab verir. Çünki onun nə mürgüləmə tutar, nə də yuxu. Eyni cür davam edirik. 7-ci cümlə onun kürsüsü bütün göyləri və yerə əhatə etmişdir. Sual: niyə onun kürsüsü bütün göyləri və yerə əhatə etmişdir? 3-cü cümlə buna cavab verir. Çünki göylərdə və yerdə nə varsa hər şey onundur. 6-cı cümlə: onlar onun elmindən, onun istədiyindən artıq heç nə qavraya bilməzlər. Niyə onlar onun elmindən, onun istədiyindən artıq heç nə qavraya bilməzlər? Çünki onun izni olmadan heç kim heç nə edə bilməz. Hətta biraz da dəqiq baxaq. Bir-biri ilə əlaqəsi olan cümlələrin mövzuları belə eynidir. Birinci cümlədə ancaq Allahın isimlərindən danışarkən Hay, Qayyum kimi. 9-cu cümlədə də isimlərdən danışılır. Ali, Azim kimi. İkinci cümlədə ancaq mürgüləmə, yuxu kimi feillərdən danışarkən 8-ci cümlədə də qorumaq, saxlamaq, çətin gəlməz kimi feil-i ilahidən bəhs olunur. 3-cü və 7-ci cümlədə də göylərdən, yerdən, Allahın qüdrətindən danışılır. Yenə məna bütövlüyü olaraq üst-üstə düşür. Eyni şəkildə 4 və 6-da isə birində Allahın diləməsindən, birində Allahın izin verməsindən, Allahın iradəsi ilə bağlı məsələlərdən bəhs olunur. Və indi ən əsası tam ortada qalan cümlə. Sanki bayaqdan bütün bu danışdıqlarımızı əhatələyib və bütün bu mövzuların hər biri Allahın elmində olduğunu göstərirmiş kimi, o qullarının önlərində və arxalarında nə varsa hər birini bilir kimi bir cümlə işlədilir. Cümlə ikiyə bölünür və ilk hissəsi o qullarının önlərində yuxarı qalxır və arxalarında nə varsa hər birini bilir aşağı düşür. Məsələn, önlərində və arxalarında kəlmələrinin yeri dəyişik olsa bu nizamı tuta bilməzdik. Diqqət eləsək, sanki Quranın hər bir ayəsi, hətta hər bir kəlməsi bir kitab hökmündədir. Bütün bu ayələri düşünən bir toplum günlərlə danışa bilər. Düşünməyən bir toplum isə Quranın Allah kəlamı olduğunu inkar eləyər və bütün bu mənalardan uzaq qalar.